Salam hörmətli tamaşaçılar. Bu günləri biz Ədə Günəşdəyik. Gördüyünüz bu səfalı yerdir. İndi burada boymadarəm bitkisi haqqında bir qədər sizə məsləhət verəcəm. Gördüyünüz bu bitkilər, bunlar hamısı boymadarəmdir. İndi yavaş-yavaş panoram eləyək. Yəni bu haqda göstəriyinə buraları. Deməli, boymadarəm bitkisi çoxillik, şəfalı bitkilər, mürəkkəb çiçəklər fəslinə aiddir. Ağbaşlı, çəhrayı rənglərdə çiçəkləri var. Bitki hər şeydə istifadə olunduğu halda ən çox qadınlar üçün maraqlıdır. Onları ən çox maraqlandırır. Boymadarəm bitkisi əsasən yol kələnlərində, çay plantasiyalarında, tarlalarda bitir. Bitkinin tərkibində çoxlu efir yağı, flavonoidlər, acı və büzücü maddələr vardır. Yumurtalıq iltihab bulaşmasında boymadarəm bitkisindən hazırlanan vanna zamanı ağrılar azalır, iltihab yavaş-yavaş ötüb keçməyə başlayır. Uşaqlıq axıntılarında və körpələrin tez-tez yatağı sidikləməsinin qarşısının alınmasında boymadarəm bitkisi çox faydalıdır. Klimaks dövründə qadınlar bu bitkinin çayından içərlərsə, daxili ağrılardan qurtula bilərlər. Ürək bulanması, göz sulanması, göz sancıları və burun qanamaları zamanı bu bitki çox yararlıdır. Ardıcıl isti çayı içirlərsə, miqrenli baş ağrıları tam keçib gedir. Mədə və bağırsaq yaralarında, ağciyər, babasır qanamalarında çox yararlıdır, faydası böyükdür. Qaraciyər, böyrək, qan dövranını, damar spazmalarını, revmatizmi, iştahsızlığı, nəfəs alma çətinliyini nizamlayır. Uşaqlıq yolunun qaşıntılarında yaxalama və ya oturma vannası məsləhətdir. İstifadə qaydası, çayın hazırlanması haqqında. Deməli, bir xörək qaşığı bitki çayı 200 ml qaynar su ilə emallı qabda dəmlənir, soyudulub süzülür, gündə 3-4 dəfə 3də 1, 2də 1 stəkan içilir. Bitkinin tinktur halı, çiçəklər doğranır, şüşələri doldurulub üstünə 40% təmiz araq əlavə edilir. Şüşə 14 gün günəşli və ya isti vannada saxlanılır, sonra süzülüb tünd rəngli şüşə qablarda saxlanılır. Oturma vannası, 2 ovuc xırdaca doğranmış bitki çiçəkləri və ya qurudulmuş 100 qram bitki axşamdan soyuq suda saxlanılır, ertəsi gün isidilir, qaynama dərəcəsinə çatdırılır və suya qatılır. Oturma müddəti 15-20 dəqiqədir. Mən bu haqda sizə çoxlu faydalarından danışa bilərəm. Hələlik bu qədər istifadə edin, amma həkim məsləhətin olsa daha yaxşıdır. Hələlik bu qədər. Çox sağ olun, təşəkkür edirəm.